Yenə də bir deyirəm. sivil ayrılaq da. Yenə də Gününüz aydın olsun millət. Bu videonu gördüm, hamı kimi mənə də təsir elədi. Yəni bir Azərbaycan vətəndaşı kimi bir fikrimi demək istəyirəm. Demək bir psixoloq kitab yazmaq istəyir. Bu ölüm hökmü kəsilənlər haqqında bir kitab yazmaq istəyir ki, görüm bunlar necə hisslər keçirdi, hansı hisslər keçirdi bu ölüm hökmü kəsilən dustaqlara. Nəsə gəlir rəisin yanına, sənədlə, sübutla və fikir izah edir ki, mən bu fikri öyrənmək istəyirəm. Nəsə rəis də buna aformut edir, salır içəri. Bu 3 gün orada sorğu-sual aparır ki, görün bunların hansı hissləri keçirdir. 3 gün tamamında gəlir Nazora deyir ki, və mən rəislə görüşdür və mən çıxıram da. Nəsə deyir hansı rəis? Rəis özü və dünyasını dəyişib də vəfat eləyib. Və deyir mənim sənədlərim deyir heç nə də. Yəni baxır ki, bunu gətirib qoyurlar qabağına, deyirlər sən deyir o ölüm hökmü ilə sənə də tarix qoyulub. Məsələn 10 gündən sonra sənə də ölüm hökmü kəsiləcək və rəis də ölüb. Yəni fakt sübutla, sənədlə sən də o hissləri, yəni ki, o onlarla bərabər getməlisən. Yəni ölüm hökmü. Bu içəridə başlayır stres yaşayır, dəlilik eləyir, səsini atır başına, ora bura. Bir gün saxlayırlar onu. Səhərsi gün həmin rəis çağırır bunu kabinetinə. İçəridən çıxardır, çağırır kabinetinə. Deyir ki, indi hiss elədin onlar nələr çəkir. Yəni indi hiss elədin ki, o ölüm hökmü, yəni sorğu-sualla olmur. Gərək onu yaşayasan. İndi azar, Allah sənə boşanma qismət eləməsin. Mən heç kimin pisliyini, o boşanma elə bir travmadır ki, onu yaşayanlar bilər. Yəni onu sənə arzulamıram. Ailəm var, Allah sənə xoşbəxt eləsin. Allah o gül balalarını saxlasın. Amma sən bilirsən necə? Sən bu insanların həyatını şouya çevirmirsən. Yadına gəlir, hamının yadına gəlir. Bir vaxtlar çöldə qalmışları gətirib evləndirirdin. Evlənmək proqramı yaratmışdı, şou. Çöldə qalmışlar ha, normal insanlar değildi. İndi də normal insanların ailə həyatını, ailə dramını çevirib eləmişsən şou və çölə atılmaqlarını, ayrılmaqlarını şou kimi bütün el aləmə yəni yaradıb, özündə bir proqram yaratmışsan, veriliş yaratmışsan və bundan da reyting qazanırsan. Azar, yəni onu bil ki, sənin bu şoularınla, sənin bu proqramlarınla bu subaylar, gənclər buna baxıb evlənmək qəti qərarını dəyişir də evlənmək istəmir. Çünki hamısını görür. Biri var real həyatda kiminsə ailə içində bilmir. Bir də var açır TikTok sən, açır televizor sən və sənin kimilər. Söhbət bu cür şoular yaradan aparıcılardan gedir. Yəni bunu sən cəmiyyəti sadəcə öz şoularınla, öz proqramlarınla pozursan. İnsanların psixologiyası. Mən ona fikir verirəm. Onlara Allah kömək olsun, o qadınla o kişi, bütün bu ailə problemi yaşayanların Allah hamısına kömək olsun. Və bu 2 nəfər 28 ilin ailəsidir. Allah şeytana lənət eləsin. Ya kiminsə təzyiq altında olub, ya qadın dözəməyib, ya kişi məsəl üçün hansısa şeylərə dözəməyib. Bu ailə münaqişələri yaranıb, bu həddə gəlib çıxıb. Mən də onlara yaxşı baxmıram ki, çünki onlar evlad sahibidir. Onların yəni kimlərsə baxıb, səhərsi gün onlar özləri yaşadıkları problemləri o birlərə də yaşadılar, həmin o travmaları. Ki onun evladları baxır və atam, anam gör hansı həddə gəlib çıxıb ki, yəni bu 10 milyonluq xalq durub baxır. Yəni sən zal bu verilişlərlə tək sənə aid deyil ha, bu xoş qədəmindən tutmuş, o biri digərləri tutmuş. Yəni bu şouları yaradıb insanların cəmiyyəti pis bir həddə gətirib çıxardırsan. Onsuz da 5 ailədən biri boşanır. Bu nədir? Bu viruslu düşüb ölkəyə, nə məsələdir? Bu türk seriallarını ölkəyə gətirənin düz zatına nəylədir? Bu, nə bilim, milləti pozanın düz zatına nəylədir? Vicdanına nəylədir? Hatta bəsdir da, bu insanları bu qədər pozmaq olmaz da. Yəni ki, insanların psixologiyası dəyişib. Gedirsən toya, baxırsan, ürəkdən deyə bilmirsən, Allah xoşbəxt eləsin. Elə bilirsən ki, bunlar da müvəqqəti evləniblər. Yəni bu cürə bir vəziyyət yaranıb, bu cürə çətin bir vəziyyət yaranıb. Hansı ki, bu bir biabırçılıqdır. Azərbaycan xalqının sonu gəlir. Bu boşanmalarla sonu gəlir. Uşaqlarının travma ilə böyüyür uşaqlar. Yəni bunu belə şou yox, bunun əksinə ora yığmalısan, hüquqşünasları yığmalısan, çalışmalısan insanları barışdırmağa, çalışmalısan belə insanları ümumiyyətcə efirə buraxmamağa. Başqa o qədər problemli insanlar var. Onları çıxart, işıqlandır. Bu onsuz da bunlar ailə münaqişəsidir. Bu məhkəmənin işidir. Bu hüquq mühafizə orqanlarının işidir. Bu digər qurumların işidir. Bu sənin işin deyil, qardaş. Başını buraxın bu belə şeyləri. Bəs ancaq efirdə, ancaq elə bir şoya çevirmirsin. Bu uşaqlar sizdən nə tərbiyə alsın? Sən özün 2 uşaq böyüdürsən. O hansı psixologiya ilə böyüyəcək zavur? Hansı psixologiya ilə böyüyəcək ki, atan bunları demək ki, bu normal bir şeydir. Yəni əgər dözmədin, boşanmalısan. Ər qışqırtısına boşanmalısan və yaxud da arvad sənə dırdır elədin, boşanmalısan.
Yəni bunları yığışdırırsan, bəs sən xalqa düşmən kəsilmirsən. Nə məsələdir? Tək sənə aid deyil ha. Bu tipli verilişlər yaradan, bu tipli verilişlər orqanizavat edən insanların istər media rəhbəri, istər sən, istər digərlər hamınıza aiddir. Bəs bu xalqın əsəblərindən oynamayın. Bəs bu xalqı psixologiyasını pozmayın. Bəsdir. Da cana gəlmişik sizin əlinizdən. Baxırsan, o kövrə hisli ağbirçək analarımız var, oturur evdə əlacsız televizora baxır. Televizora baxır, görürsən və belə bir dramatik bir şeyləri çıxardırsan ortalığa, onları psixoloji xəstə salırsan, cavanları başqa cür xəstə salırsan. Bəsdir, qutarın bu verilişləri. Belə şeyləri qutarın, o qədər lazımlı şeylər var, lazımlı, o qədər məsələlər var müzakirə olunması. Şou yaratmayın, insandan, xalqın həyatı ilə şou yaratmayın, Zaur. Bəsdir, sənə səslərim, Zaur. Ən çox da sənsən, bir də xoş qədəmdir. Bax, siz ikinizsiniz bu şouları yaradan. Bəsdir, cana gəlmişik artıq, neyniyək? Neyniyək bu insanları, bu şoularla, nədir sizin fikriniz, nədir məqsədiniz, mənim başım çıxmır. Nə bilim, Allah xalqımızı qorusun. Allah xalqımızı, bir də bu balaları qorusun. Belə psixoloji məsələlərdən qorusun. Aclığa, susluğa, hansısa bir xəstəliyə, nəyəsə dözmək olar. Amma belə bir psixoloji travmalar xalqı yaxşı yerə gətirib çatmır. Allah xalqımızı, dövlətimizi qorusun.